Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Gecə olduqca maraqlı xəbərlərlə sizin qarşınıza gəlmişəm. Bu maraqlı xəbərlər məni sövq etdi ki, gecə vaxtı sizlərə möhtəşəm bir videonu təqdim edim. Təbii ki, gündəmdə olduqca maraqlı transfer xəbərləri, ayrılıq xəbərləri var. Eyni zamanda Avrokubokda təmsilçimizin oyunun vaxtı dəyişdirildi. Bundan əlavə bir təmsilçimizin rəqibinin barəsində sizlərə məlumat verəcəyik. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Həmişəkindən daha şiddətli şəkildə tövsiyə edirəm ki, sona qədər videonu izləyin dəyərli dostlar. Videonu bəyənin və şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Mən isə məlumatlara keçid alım. Sumqayıtın Konferans Liqasında oyununun vaxtı dəyişdirilib. UEFA Konferans Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək Sumqayıtın səfər matçının vaxtı dəyişdirilib. Təmsilçimiz Macaristanda Şoste Arenada Fehervarla oyuna bir gün tez çıxacaq. Qarşılaşma nəzərdə tutulduğu kimi avqustun 1-də deyil, iyulun 31-də başlayacaq. Qeyd edək ki, Sumqayıtla Fehervar arasındakı ilk görüş iyulun 25-də keçiriləcək. Qarabağ komandası Kadi Borges ilə bağlı Krasnodarla apardığı danışıqlara yekun vurub. Aldığımız məlumata görə Kadi Borges bir neçə gün ərzində Qarabağın düşərgəsində olacaq və ayın 23-dən etibarən Qarabağın təlim məşq toplanışına qoşulacaq. Hətta Kadi Borges ilə bağlanılacaq müqavilənin müddəti də bəllidir. Qarabağ komandası Sambaçı ilə 3 illik müqavilə bağlamağı nəzərdə tutur. Bu günlərdə həmin müqavilənin imzalanacağı və ictimaiyyətə Kadi Borgesin rəsmən təqdimatı gözlənilir. Qeyd edim ki, Kadi Borges 5 milyon avro qarşılığında 2023-cü ildə Qarabağdan Krasnodara transfer olunmuşdu. Qarabağ isə 1,2 milyon civarında təzminat ödəməklə Kadi Borgesi geri qaytardı. Məncə böyük uğurdur. Təbrik eləmək olar Qarabağ komandasını və Qarabağ azərkeşlərini. Ümid edək ki, Qarabağ üçün yenə də faydalı olacaq Kadi Borges. Siz nə düşünürsünüz? Yenə də əvvəlki Kadi Borgesi görə bilərikmi? Ötən mövsümünü Neftçidə keçirən Rizyan Mirzov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Xəbərə görə orta xətt oyunçusu son mövsümdə 1-ci liqanın qalibi olaraq elitaya yüksələn Ximki ilə anlaşıb. Mənbə 30 yaşlı yarım müdafiəçinin artıq tibbi müayinədən keçdiyini də vurğulayıb. Qeyd edək ki, Mirzov 2020-2023-cü illər aralığında Ximkinin şərəfini qoruyub. Neftçi yarım müdafiəçi Eddi İsrafilovla yolları ayırıb. Bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb. 2022-ci ilin yanvarında transfer olunmuş İsrafilov bu müddət ərzində Neftçinin heyətində meydana çıxdığı 71 oyunda 7 gol vurub. Lionel Messi üçün son. ABŞ-da keçirilən Amerika Kuboku Lionel Messi üçün sonuncu olacaq. Bunu Argentinalı ulduzun özü açıqlayıb. 36 yaşlı futbolçu bildirib ki, bu turnirdə sonuncu dəfə çıxış etdiyindən millisinin çempion olmasını istəyir. Bundan sonra Amerika Kubokunda oynamayacağam. Yenidən qalib gəlməyə çalışacağıq. Növbəti dünya çempionatına gəlincə hər şey gedişatdan asılıdır. Biz addım-addım hərəkət etməliyik. İndi özümü yaxşı hiss edirəm. Qeyd edək ki, Argentina Amerika Kubokunun qrup mərhələsinin ilk oyununda Kanadanı 2-0 hesabı ilə məğlub edib. Qarabağın hədəfində olan Sabahın keçmiş futbolçusu Aleksey Kaşuk sosial şəbəkədə foto paylaşıb. Sumqayıtın oyunçusu Murad Xaçayev paylaşımın altına Sumqayıta gəl yazıb. Ukraynalı futbolçu isə Xaçayevə gülüş işarəsi və Bayquş rəsmi ilə cavab verib. Bayquş Sabahın ləqəblərindən biridir. Yəni Kaşuk Azərbaycanda ancaq Sabahda oynaya biləcəyi barəsində işarə verib. Şaxtyorun futbolçusu olan Kaşuk Sabahda 2022-2023-cü illərdə icarə əsasında forma geyinib. Onun yaxın zamanda Qarabağa keçəcəyi gözlənilirdi. Sizcə Aleksey Kaşuk Qarabağda yoxsa Sabahda uğurlu olar? Fikirlərinizi şərhlər bölümündə yazın. Sabah komandası yayın ən səs-küylü transferini gerçəkləşdirir. Konferans Liqasında mübarizəyə hazırlaşan Sabah heyətini gücləndirmək yolunda çalışmalarını davam etdirir. Fasilə dönəminin bu günə qədərki ən səs-küylü transferi Joylen Mikkelsin Azərbaycana dönüşü olacaq. Ötən ilin avqustunda Sabahdan ayrılan Almaniya vətəndaşlığını daşıyan Wingerlə danışıqlar son mərhələyə çatıb. Hücumçu keçmiş komandasına qayıtmağa razılıq verib. Kiçik detalların həlli qalıb ki, onlar da yoluna qoyulan kimi Mirkes Bakıya gəlib müqaviləyə qol çəkəcək. 30 yaşlı futbolçu ötən il Səudiyyə Ərəbistanının təmsilçisi Əl Faysal ilə 3 illik müqavilə bağlasa da Asiya ölkəsində xoşbəxtlik tapa bilməyib. Joylen Mirkes 2021-2023-cü illər aralığında Sabahın heyətində bütün yarışlarda meydana çıxdığı 69 oyunda vurduğu 33 gol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Sabahdan söz düşmüşkən, Sabah komandası bildiyiniz kimi Konferans Liqasında İsrail təmsilçisi Maccabi Hayfa ilə rəqibdir. Amma Sabah komandası İsrailə getməyəcək. Sabah Konferans Liqasının ikinci təsnifat mərhələsində İsrail Maccabisi ilə ilk oyununu Macaristanda keçirəcək. Bu barədə İsrail Futbol Federasiyası və İsrail Xarici İşlər Nazirliyi qərar qəbul edib. İsraildə müharibə şəraiti davam etdiyi üçün sözügedən qurumlar klubların Avrokuboklardakı ev oyunlarının keçirilməsinə görə Macaristana müraciət ediblər. Yeşun qərara əsasən Maccabi Tel-Aviv, Maccabi Hayfa, Hapoel klublarının ev oyunları məhz Macaristanda təşkil olunacaq. Konferans liqasında ikinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. Sabah ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək. Azərbaycanı Avrokuboklarda təmsil edən 4 komandamızın rəqiblərini analiz edib sizlərə məlumat verəcəyimizi bildirmişdik. Zirə komandası digər klublarımıza nisbətən bir mərhələ öndən başlayacaq. Yəni Zirə komandası Avropa Liqasında birinci təsnifat mərhələsindən yarışa start verəcək. Qarabağ komandası Çempionlar Liqasında, Sabah və Sumqayıt komandası isə Konferans Liqasında ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq. Ona görə də ilk rəqibimiz məhz Zirənin rəqibi Şerif komandasıdır və Şerif komandası barəsində bəzi məlumatları sizin nəzərinizə çatdırmaq istəyirik ki, siz də komandamızın rəqibini tanıyasınız. Zirənin 21 dəfə ölkə çempionu olan rəqibi Qarabağla bacara bilməyən Şerifi tanıyaq. Zirənin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində rəqibi olan Moldovanın Şerif klubu 1997-ci ildə qurulub. Komanda ilk olaraq Tiraspol adı ilə fəaliyyət göstərib. Klub bir ildən sonra Şerif adlanıb və qısa zamanda ölkə futbolunda özünü təsdiqləyə bilib. Sarı Qaralar 21 dəfə Moldova Superliqasının, 12 dəfə ölkə kubokunun, 7 dəfə Super kubokun qalibi olub. Şerif 2003-2009-cu illərdə Birlik kubokuna sahib çıxıb. Sarı Qaraların ilk baş məşqçisi Azərbaycanlı Əhməd Ələsgərov olub. Komanda 2015-ci ildə vəfat edən mütəxəssisin rəhbərliyi altında 1997-98 mövsümündə A divizionunun qalibi kimi elitaya vəsiqə qazanıb. Moldova klubunun hazırki baş məşqçisi Ukraynalı Yuri Gura, prezidenti isə Viktor Quşandır. Komanda ev oyunlarını 12746 azarkeş tutumuna malik Şerif Arenada keçirir. Tiraspol təmsilçisi 2023-2024 mövsümünü ikinci pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb. Sarı Qaraların heyətində əsasən legionerlərdən ibarətdir. Komandada Nigeriya, Braziliya, İngiltərə, Yunanistan, Kamerun, Kolumbiya, Fil dişi sahili və başqa ölkələrdən oyunçular yer alıb. Komandanın ən bahalı futbolçuları hücuma meyilli yarım müdafiəçi Cedric Badalo və Christian Tovardır. Hər iki futbolçunun transfer dəyəri 750 min avroya bərabərdir. Cedric Badalo komandanın ən məhsuldar futbolçusudur. O 10 oyunda 7 dəfə fərqlənməyi bacarıb. Hal-hazırda Şerif komandası yeni mövsümdə ikinci pillədə qərarlaşıb. 18 xal olan Şerif komandası lider Petrokubdan 6 xal geri qalır. Moldova klubu daha əvvəl Avrokuboklarda 3 dəfə Qarabağa rəqib olub. 2017-2018 mövsümündə Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 2 maçın nəticəsinə əsasən Tiraspol təmsilçisini üstələyib. 0-0 və 2-1. Köhnən atlar 2018-2019 mövsümündə Avropa Liqasının play-off mərhələsində səfərdə 1-0 hesabı ilə Şerif komandasına məğlub olsa da, Bakıda məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmağı bacarıb və 3-0 hesabı ilə qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son olaraq 2020-2021 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Şerifə qalib gəlib. 2-1. Həmin vaxt cütün taleyi pandemiyaya görə bir oyunda həll olunub. Qeyd edək ki, Zirə ilk maçını iyulun 11-də səfərdə, cavab görüşünü isə 18-də evdə keçirəcək. Sizcə Qarabağla bacara bilməyən Şerif komandası Zirə səddini keçə bilərmi? Yoxsa komandamız növbəti mərhələyə adlayacaq? Onu da qeyd edim ki, Avropa Liqasında Zirə komandası məğlub olarsa, o zaman Konferans Liqasına yuvarlanacaq. Bu isə bizim üçün
heç də arzu olunan senari deyil. Dəyərli izləyicilər, bu verilişimizdə Zirə komandasının rəqibi Şerif komandasını müəyyən qədər tanımağa çalışdıq. Növbəti verilişimizdə isə Qarabağ komandasının rəqibləri haqqında danışacağıq. Ona görə də kanalımıza abunə olub bildirişləri açıq tutmağı, videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə hələlik.